Salam əziz və hörmətli dostlar. Umaram ki, keyfiniz sazdır, damaqlarınızda çağdır. Mən pisləyirəm, yaxçıyam, şükür olsun. Məhəbbətlərinizə var olun. Musiqi ilə başladım. Mən Türkiyənin əyan musiqisini ya şahlıq musiqisini çox sevirəm, çox sevirəm. Yəni mən bəzən görürəm ki, bunu İranda vururlar və demirlər bunlar Türkiyədən alıblar. Yəni türklərin musiqisidir. Bu farsların musiqisi deyil. Və çox cəlibdir. Yəni bunu mən inanmıram ki, adam bu rahatlıqda eləyə bilər. Ola. Ataqırağa. Dünənləri əgər kitabımızın adı Türkçülüyün əsasları yazan Ziya Gökalp və 100 il bundan qabaq yazıb 60-cı səhifəni oxuruq. Əgər dünənləri xatırınızda olsa, dedi ki, nə cür milli əxlaq nədir, mədəni əxlaq nədir? Sonra dedi ki, ingilislərin mədəni əxlaqları çox pisdir, yəni toplumsal əxlaqları. Amma vətəni əxlaqları çox əladır və dedi ki, Dünya Savaşının, 1-ci Dünya Savaşında türklərin içindən yüzlər, bəlkə minlər xain çıxanaq vətənə və millətə xain var olan zaman İngilistandan bir dana xain tapılmadı, çıxmadı. Və sonra dedi ki, bu əxlaqımızın, toplumsal əxlaqımızın bizim yaxçı olması nə dərdə deyər. Sonra gəldi, əxlaqı tərif elədi və sonra dedi ki, hər kəs bizim millətdən isə ehtirama layiqdir, sayğıya layiqdir və biz adamları işlərindən ötürü, fikirlərindən ötürü, düşüncələrindən, rəftarlarından ötürü sayğısızlıq eləyə bilmərik. Əgər bir iddələri istisna eləyək, onda biz seçici olarıq. Yəni o şey ki, xodiyo, qeyri-xudu farsça deyirlər. Və bu şəraitdə millətçiliyimiz düz deyil. Millətçi odur ki, millətinin yolunda və millətin hamısının yolunda seçici yox, candan başdan keçə bilər, sülh zamanı da savaş zamanına atayım. İndi 60-cı səhifəmizdən başlayaq. Deyir ki, mədəniyyət topluluğu öncə dini bir ümmət halında başlar. Mədəniyyət topluluqdur da, topluluğu farsda tudə məna eləyiblər. Ənbuh, cəmiyyət. Topluluq o cür bir şey. Yəni, adamlar toplanıblar bir hədəfsiz falan, belə bir şey. Mədəniyyət nədir? Mədəniyyət o şeydir ki, İnsan tarixdə bir nəfər ya bir qrup ixtira eləyiblər, icad eləyiblər və onu müdiriyyət eləyə bilirlər. Deyir ki, mədəniyyət topluluğu, bir topluluq ki, mədəniyyətdədir, mədəniyyətin topluluğu, öncə dini bir ümmət halında başlar. Deyir ki, ya əvvəlcə, ya başda bir ümmət halində başlar. Ümmət nə mənədir? Dedik ki, ümmət hər dinin tərəfdarlarına hər yerdə olursa olsun ümmət deyilir. Müsəlmanlıq, Xristiyanlıq, yəni Məsihlik, Budistlik, Budaylıq kimi evrensel dinlər. Evrensel yəni cahanşumul. Yəni bunların adamları çoxdur. Evrensel dinlər bir çox millətləri içlərinə alaraq onları bitişik qablardakı sular halına qoymuşdular. Bir çox millətləri içlərinə alaraq, yəni bu dinlər bir çox insanları içlərinə alıbdır. Yəni bu bir dənə elə bir evdir, din, İslam, buna deyirlər məzruf. İçinə alıbdır. Məsələn, fikrincə toplumları livanda su fərz eləyin ki, bir livan buradan, bir livan oradan su götürür, tökürsü bir teşdə. Bu olur məzruf. Din də beləsidir. Deyir ki, din onları içinə alıbdır.
Düz deyir də, çünki adamlar gəlirlər müsəlman olurlar, gedirlər o dinin içinə. Ya ayrı dinləri. Onları bitişik. Bitişik nə deməkdir? Bitmək 2-3 mənası vardır. Bir bitdi, yəni qutardı. Bir bitdi, yəni bir şeyi əkiruq bitir. Bitişik deyəndə bu anlamı budur ki, bir şey bir-birinə yapışıq. Yapışıbdır. Bunu da biz elə işlədirik bu şəkildə Azərbaycanda. Bitişik qablardakı sular halına qoymuşdur. Din onları bir-birinə yapışıq qablara bənzətdi. Gördünüz, burada elə o misalı vurdu. Bir-biri bitişik qablara bənzədir ki, onların suları bir-birinə ilgilidir, bağlanıblar, vəsl olublar. Nümunə, əgər bir şey misal vursam sizə, tanker misal vuram. İndi nəft tankeri, benzin tankeri, nə mənə. Bu bir dana böyük zərf edir, fikrin o dindir. Onun içində buna görə ki, maşın aşmasın, onun içi belə müşəbbəkdir və dolduranda onlar bir dana donur gedir o birisinə. Amma onların hamısı bir-birinə ilgilidir. Yəni, sular bir-birinə gedirlər. Azalanda hamısı azalır, çoxalanda da hamısı çoxalır. Bu onu istir deyə ki, o qab, müsəlmanlıq millətləri hərəsi bitişik qabdakı su halına eyni o su qablara bənzər bir-birlərinə bağlıdırlar və qoymuşlar, beləsi qoymuşlar. Yəni, din beləsidir. Fizik denəmələrini də bitişik qablardan birinə qoyulan suyun həmən digərlərinə bulunduğunu və hamısını da su səviyyəsinin həmən eyni yüksəliyə çıxdığını görürükmü? İndi fizikin gəldi qanunun deyir burada, fizikdən də biraz deyir. Deyir ki, fizik elmi, fizik nə olur? Əşya olur. Əşya. Fizik əşyadır. Hər o şey ki, maddidir. Ona fizik deyirik. Fizyoloji də elə bundandır. Yəni, o da yenə bədəndir, bədəni tanımaq. Fizik denəmələrini də, fizik təcrübə, denəmə təcrübə. Fizik denəmələrini də bitişik qablardan birinə qoyulan suyun, deyir ki, əgər neçə dənə qabımız ola, indi bu günlərdə çox oyunlarda, kompüter oyunlarda bunları görürsünüz, ya telefondakı oyunlarda görürsünüz. Görürsünüz ki, qablar əşağıdan, üstdən, oradan, buradan bir-birlərinə bağlıdırlar. Amma onlara su tökəndə gəlir, o dolur, hamısı bir səviyyədə dolur. Gedəndə də azalır. Onu istir deyə ki, bitişik bir qablardan birinə su qoyulan su, əgər birinə su töksəz, çünki hamısına yolu var, hamısının onlar içinə gedir, hamısı da bir səviyyədə olur. Suyun həmən digərlərinə bulunduğunu, deyir ki, elə o halda elə görürük ki, o birislərində də tapıldı su və hamısının da su səviyyəsinin həmən eyni yüksəkliyə çıxdığını görmürükmü? Deyir ki, və hamı o qabların hamısında da görürük ki, su bir səviyyədədir. İstəyəcəksin ki, dinlərin hamısı insanları bir səviyyədə saxlır. Qoymur ki, aşağı yuxarı olsunlar. Bunu da oradan işarə edir. Bu da demək olar ki, müsəlman camiələrin hamısında görürsünüz ki, mən dünənləri çox müsəlman olduğuma əfsus yedim və heyfsiləndim ki, müsəlmanam. Müsəlman dediyimiz Əfqanlılar bir dana xanımı, bilmirəm, şairdir, hünərpişədir, yazardır, qazetəçidir, xanəndədir, vəli bir insandır, xanımdır və müsəlmandır və Əfqanlıdır. Yəni, baxın, tamam faktorlara baxın, insan, nənə, əvvəl buradan başlayaq, nənə, insan, Əfqanlı, müsəlman. Ola bilər indi ayrı müsəlmanlar bunu tutublar.
Qoyublar bir maşının üstünə. Başı açılıbdır. O şey ki mənim İranda da çox görünür. Bizim Güney Azərbaycanda da görünür. Şah zamanı çox görünürdü. İndi bilmirəm, mən çoxdan da çıxmışam, qəzavət eləməyim. Amma cavan adamlar ki, müsəlmandırlar, namaz qılırlar, oruç tuturlar, hamısı gəlirlər bu Facebookda, orada, burada kilas qoyurlar, yekə kəlmələri danışırlar, gözəl danışırlar. O arvadın paltarın cırmağa, şalvarın onun aşağıya çəkməğa, əllərin onun yanını soxmağa çalışırlar. Və o qışqırır. Və biz müsəlmanlar bu qədər ahmaq və fikir behişti qoyublar orada bizə. Nə behişti? Ay şair allatma məni. Onlar ki odda yanarlar, odu buradan aparar. Sən necə dünənəcən o xanəndə, o yazar, o qazetəçi, hər kəs, o nənə. Sən deyirdin bə, bu dünya gözəli, bu elə, bu belə. Ehtiram göstərirdin, indi ki o tutulubdu. Ondan himayət eləmağın budur ki, gələsən onun paltarını açasan, əlif çəkəsən filan yerinə. Bu cür bir dindən istifa verib getmək, dinsiz olmaq, belə bir Allaha və belə bir adamların Allahına inanmaq günahdır, günahdır. Allah bir gün bizim əleyhimizə şikayət, əgər Allah varsa, əgər qiyamət varsa, bizim əleyhimizə şikayət eləyəcək. Bavər buyurun, Allah bizim əleyhimizə şikayət eləyəcək. Siz mənim adımdan niyə cinayət elədiniz? Cinayət edirdiniz, eləyəydiniz, mənim adımdan niyə elədiniz? Mən orada, harada sizə demişəm, gedin bir arvadı tutun, paltarını çıxadın, onu əl sürtün. Harada demişəm, gedin bir arvadı qorxudun. Əsən arvad olmasın, kişi olsun. Siz mənim hangi dəsturumdan getdiniz? Hangi yazını verdim? Bir kitab var Həzrəti Məhəmmədindir. Və siz onu almışsınız əlilə, istədiyiniz kimi öz mənafiinizin yolunda onu işlədirsiniz. Vaqəən şərm həya müsəlmanlara. Bax, bunu deyim. Əgər müsəlmanlar o videonu görəndən sonra İslamla çıxsalar, behiştə gedərlər. Mən fəqət birini gördüm. İslam adı ilə, Quran adı ilə, Allah adı ilə cinayət edirlər. İstədim deyəm ki, fizikdən bir misal gətirir ki, əgər bir neçə qablar bir-birinə yolu olan, biz bunların birinə su töksək, su həmən onların hamısında bir səviyyədə gedər durar. Və dinlər də mütəəssifanə bizim hamımız o səviyyəyə getirir. Deməyin Əfqanistanlar üçün, biz 40 ildir, 42 ildir Əfqanistan yaşırıq. Amma adət elədiyimiz üçün Əfqanistanları indi görəndə təəccüb edirik. Biz bunları yaşamışıq və indi yaşırıq. Video görmüşük Tehrandan ki, bir qız manto, qıssa manto giyibdi, 50 dana adam deməyim onlara mən. Söyüş də verməyim, amma adam deyil ki, adam deyə adam. 50 dana durəsuzur aşağı müsəlmanlıq iddia eləyən şəxsə gedən başın yaran insanlar o qıza barmaq elirlər, oradan buradan ona əl sürtürlər. Ya şəhərdə görürük ki, bazarda bir dana xanım gedib gəlincə 200 dana ona söz deyilir. 200 nəfər əl sürtürlər, çimdiklirlər, söz deyirlər, qaş atırlar, göz atırlar. Əgər İslam budursa və əgər siz onun təcrübəsi İslamdan budur, həyatınız 1000 ildən sonra, 1400 il müsəlmanlıqdan sonra sizin gəlişməz budur. Vay olsun İslama, vay olsun Allaha, vay olsun Qur'ana. Bu qədərdir.
Mənə ki, xəcalət çəkdim. Bir ailədə doğmuşam ki, müsəlmandılar. Və müsəlmanam. Fikirlənin ki, bizim rəftarımız fəqət Əfqanistanlılar bu cürdür. Fəqət İranlılar bu cürdür. Müsəlmanların zihni xarabdır. Kasıblıq 1, şəhvət 2. Seks şəhvəti. Yəni adam istir o arvadın əlinə ömürdə baxırdı, ehtiram göstərirdi ya sinemada, ya filmdə, televizyonda və onu arzu edirdi daimən ki, onunla bir seks eləyə, əlin bir yuvra ona. İndi o arzını fürsət düşüb əlinə. Onun tez paltarını çəkirlər, bir nəfər yox, 50 nəfər. Bəllidir ki, bu millətdə bir müşkül var. Bunun roşən fikri, mollası ki, ahmaqdır. Mollası ahmaqdır. Bəllidir ki, bunun roşən fikri eləyə bilməyibdir ki, heç olmasa dinçilərə öyrəşsin ki, ağa din nədir? Eyni ümmətə bağlı bir millətin meydana gətirdiyi irəliləmələrin və ya başına gələn çöküşlərin həmən digərlərinə getməsi təbii bunun kimidir. Təbii bunun kimidir. Deyir ki, mən misal vurdum, dedim ki, biz müsəlmanlar, yəni biz İranda yaşayan insanlar, millətlər, Əfqanistanda yaşayanı belə deyil, Pakistanda bu cürdür, Hindistanı da bu cürdür. Yəni, əslən, nə deyim axı, yəni, hər halda, deyir ki, eyni ümmətdən, yəni, məsələn, müsəlman, Kristiyan, hər nə mənə, eyni ümmətə bağlı bir millətin meydana gətirdiyi irəliləmələr, məsələn, Türkiyədə, hər yerdə bir irəliləmə var, bir qabağa getmə var. Deyir ki, o irəliləmələr və ya başına gələn, ya bir millətin başına, yəni birinin, diqqət buyurun, bir müsəlman millətin, indi Güney Azərbaycan, İran, Əfqanistan, Pakistan, Suriyə, Libi, Misr, Yəmən, Əraq, baxın, hamısı bir fəlakətin içində. Ya başına gələn çöküşlər, çöküş nə demək? Bir dam çöksə nə olar? Yəni yıxılsa, otursa. Pəs əgər bir millətin irəliləmələri bir ümmətdən, hangi ümmətdən olur olsun, məsələn, biz müsəlmanları götürək. Əgər irəliləsə, məsələn, əlhəmdülillah, indi feylən Türkiyə irəlir müsəlmanlarda. Görün, müsəlmanlarda bir irəliləməyə bir həvəs var. Amma əgər bir dana camiənin başına gələn çöküşlər həmən, elə o saniyə, yəni sürətlə İran inqilabından siz tutun, Əfqanistan, hətta dünya qatışdı bir-birinə, müsəlman dünyası. Həmən digərlərinə geçməsi tıpkı bunun qanunu, o fizikin qanunçusu dedi şey olar, bunu onu deyir, misal vurur ki, indi mən dedim, əgər başına bir millətin yaxşı bir iş gəlsə, o da yayılar, o birisi müsəlmanların içində. Əgər başına bir pis iş gəlsə, o da o birisi müsəlmanların içində. Misal 2 dana vurdum, Əfqanistanı misal vurdum, İranın inqilabını misal vurdum və onun dalısından o birisi məmləkətlərdə əxlaqi çöküşü, Türkiyəni də misal vurdum ki, bir ümiddir. Millətlər arası bağlar öncə belə dini olaraq başlarsa da, uzun gəlişmələrdən sonra yalnız bilim və fən sahəsində birləşən din dışı bir millətlər arası mədəniyyət də meydana gələ bilir.
Deyir ki, millətlər arası bağlar, millətlərin bir-birinə bağlanması, bağlar. Yəni, o bağla, indi məsələn, fikir edin ki, məsələn, Türkiyə ilə, İranla, Əfqanistanla filanı, bunların arasında bir bağ vardı. Bir cür bir görülməz bir bağ var. Bağ başmaq bağı kimi bir bağ var. Tək İslam onu bağlamır, ha, çox şey onları bağlayır. Dil bağlayır, kültür bağlayır, iqtisad bağlayır, mədəniyyət bağlayır, dedik, iqtisad mədəniyyət dərsində. Coğrafiya bağlayır, müştərək mərisçiliklər bağlayır. Məsələn, Covid-in də hamısını bağlayıb bir-birinə. Bunlar deyir ki, belə dini olaraq başlasa da, deyir, əvvəldə din ilə başlasa da, məsələn, din ilə bu bölgənin müsəlmanları bir-birinə bağlayıb, ya Məsihiləri bir-birinə bağlayıb. Deyir, əvvəldə mümkün din ilə bunlar bağlanalar. Əlbəttə, mənim təhsirimdə, bunun da misalında, din mədəniyyətdir. Çünki dini bir nəfər yaradır və bir nəfər ya bir qrup onu idarə edir. Uzun gəlişmələrdən sonra, bir uzun, yəni uzun zamanlar, gəlişmə, yəni pişrəft farsça, yəni şükufayı, yəni inkişaf, yəni açıqlaşmaq, yəni genişləşmək, sonra, ondan bir sonra, bir uzun zamanların bir-birlərinə alverlərindən sonra, yalnız bilim və fənn sahəsində birləşən din dışı bir millət arası mədəniyyət meydana gələ bilir. Deyir ki, sadəcə uzun zamanlardan sonra yavaş-yavaş dindən çıxar, nə olar? Bilim, yəni elm və fənn, yəni teknoloji. İndi, diqqət buyurun. Mədəniyyət sadəcə bunlar deyil, demokrasi də mədəniyyətdir. Çünki bu ixtira olubdur, bəşərin ağlının səmərəsidir. Bunun teorisini bir nəfər tökübdür, sonra da yavaş-yavaş ictimada çevrilibdir kültürə. Bəzi millətlərdə milli kültürdür, bəzilərdə hələf elən mədəniyyətin əvvəlləridir. Məsələn, İranda, Əfqanistanda demokrasi dediğin bir şey çox mədəniyyətin yap əvvəlidir. Amma Amerikada, Avropada bu mədəniyyət milli kültürə çevrilib artıq. Deyir ki, sadəcə bir uzun zaman keçəndən, əvvəl dinlə başlanar, sonra bir uzun zaman keçəndən sonra yalnız bilim və fənn, teknoloji, dedim, misal da vurdum ki, təhəzzübdür, qanun əsasidir, hüquq-i bəşərdir, demokrasidir, kitabdır. Kitab da mədəniyyətdir, milli kültürdən olmur, çünki bir nəfər onu yazır və ya yaradır. Bunlar hamısı bilim və fənn sahəsində birləşən. Bunlar bilim və fənn sahəsində bu millətlər birləşərlər. Yəni din yavaş-yavaş gedər qırağa. Din dışı, yəni dindən xaricdə birləşərlər. Bir millətlər arası, dindən xaric bir millətlər arası mədəniyyət meydana gələ bilir. Deyir ki, əvvəldə mədəniyyət din ilə başlasa da, sonra yavaş-yavaş din dışı, din çıxar və ondan sonra teknoloji və bilim sahəsinə görə, mən indi bunu da əlavə elədim, təhəzzübdür, qanun əsasidir, məşrutiyyətdir, hüququ beynəlmiləldir, Sazman-ı Miləldir, Sazman-ı Miləldə keçən konvansiyonlar, qərardatlar, müqavilələr, bunların hamısıdır. Bunlar da o millətlər arası bir mədəniyyəti inkişaf elətdirir. Bugünkü Avropa mədəniyyəti, Avropa millətləri arasındakı bağlılıq bu iki örnəyi aydınca göstərir. Deyir, bu günləri biz o zaman 100 il bundan qabaq, amma biz bu gündə görürük. Bu günləri daha çox görürük. 100 il bundan qabaq bu adam kitabı yazanda Avropa birləşməmişdi. Vahid Avropa yox idi. Müxtəlif ölkələr var idi. Bu adam ona görə də onu xiyal eləyə bilmirdi ki, bu sərhədlər götürülə bilər. Amma indi bu günləri biz təcrübə ilə görürük ki, Avropalı millətlər arası mədəniyyət birliyi. Bugünkü Avropa mədəniyyəti, beləsi oxuduq, Avropa millətləri arasında bağlılıq, bunların bir-birinə bağlı olmaları,
Bu iki örnəyi, iki dənə örnək ki, din əvvəldə başlar, sonra elm və şeylə gələr, dindən qıraqda, dindən kənarda bir mədəniyyət ortaya gələr. Aydınca göstərir ki, bunun nümunəsi Avropanın özüdür. Avropa millətləri arası mədəniyyət birliyi Japonlarla Yahudilər eşit şərtlə öz mədəniyyət mənsub saydığı üçün dini bir mədəniyyətdən və dinə inanan bir millətlər arası birlikdən çıxmaq istədiyini ima edir. Avropa millətlər arası, yəni Avropada yaşayan millətlərin arasında mədəniyyət birliyi var. Nədir dedik? Mədəniyyətin mənasını bilirik. Japonlarla Yahudilər eşit şərtlərlə iki milləti misal vurur. Biri Konfüsiyus dinindədir. Şah imperatorlarını Allah bilirlər Japonlar. Bir də Yahudilər ki, İslamın və Məsihiyyətin dədəsidir, nənəsi. Əslində nənəsi hətta doğanıdır. Yəni İslamı doğubdur Yahudiyyət. Eşit şərtlərlə onlar müsavi, eşit bərabər. Çiyin-bəçin şərtlərlə öz mədəniyyətinə mənsub saydığı üçün Avropa bunları öz mədəniyyətinə onların eşit şərtlə, bax bir yəni müsavi bir şəraitdə öz mədəniyyətinə mənsub saydığı üçün Avropa mədəniyyətinə bunları mənsub bilir, bağlı. Ya bəli, mənsub bilir, bağlı bilir, ya ona nəsb olunmuş, qoyulmuş bilir. Saydığı üçün, yəni belə sayır, görür. Dini bir mədəniyyətdən və dinə dayanan bir millətlər arası birlikdən çıxmaq istədiyini ima edir. Deyir ki, bunu qəbul elədiyi üçün deyir ki, dini bir mədəniyyətdən də çıxın qırağa, Avropalara deyir, və dinə dayanan bir millətlər arası birlikdən də çıxmaq istədiyini işarə ima edir. Ərəbcə sözdür ima, yəni işarə edir. Əl ilə, göz ilə, rəftarları ilə filanı. Türkiyə ilə də dəqiqən bu günlərin müşkilləri buradadır. Türkiyəyə də deyirlər ki, sən dini mədəniyyətdən çıx və dinə dayanan millətlər arası birlikdən də çıx genə. Yəni, sən ki, İslama bu qədər şey deyirsən, İslamın qanunları, zatları, bu əlbəttə deyim. Erdoğan'ın ciddi bir siyasəti var. Mən bunu dostlara neçə dəfələr demişəm. Atatürk'dən bizlərə qalan bir Türkiyə toprağı var. Amma Atatürk dövründə yazılan qanunların hamısı İslam əsasında yazılıbdır. Yəni sekular deyil. Erdoğan gələndən bu yüzden din deyə bir dünya məscid düzəldibdi, imamları gətirib istihdam eləyibdi, filan bəhman bunların hamısı yerində. Amma qanun əsasını və qəvanini mədənidən İslamı çıxadıb. Yəni Erdoğan Allahın inşallah gec versin, amma əgər bir gün özləri demişkən Allahın haqq əmri gəlmiş olsa və Erdoğan bu dünyadan köçmüş olsa, mirası, qanunları, qəvani, mədəni, cəzai, qanun əsası, tamam bunların hamısı İslamı çıxadıblar içindən. Yəni indi feili halətdə zahirdə millət qabıqla məşğuldur. Yəni məscid çoxalıbdır, namaza gedirlər, imamlar çoxalıb, televizyonlarda başı örtülü çoxdur filan bəhman şəhridə. Amma əsli nədir? Əsli budur ki, Erdoğan dövrəsində ən böyük işçi göründü, iki dənə böyük iş görüldü. Bir, qanunları ki, Atatürk dövrəsindən sekular deyildi, sekular elədi. Yəni dinlə əsaslı qanunları götürdü eşiyə. Amma zahirdə millət etiraz eləməsin, məscidi çoxaltdı, örtülü zad gətirdi. Bu çox kolayca gedər. Yəni sizin qanunlarınız dinçi olmasa, sabahları qanun icra olacaqdır və qanun icrasında hər şey hər nə giysin, yəni. Paltar məsələ deyil, yəni. Biz paltara demirik ki, sən paltarı giymə, özü bilər. Bəlkə sabah qanun keçdir ki, əslən tumancaq da bir istəsə dolansın. O adamın istəyinə bağlıdır nə cür paltar giyir. Amma bu iki qanunlardan bunu ikincisi nədir? İqtisaddır. Türkiyənin borcunu vermək özü böyük bir şeydir. Borcun ki, yox, qəraməti də dünya savaşında qəramət qoymuşlar boyuna.
Fəqət digər tərəfdən müsəlman ölkələrin manda altında qalmasında hala israr göstərməsi əski xaçlı bağnazlığından hənuz qurtarmadığını göstərir. Fəqət, amma digər tərəfdən deyir ki, Japonla Yahudiləri misal vurdu ki, Avropa dövlətləri deyirlər, əşi şəraitlə bizim içimizə girə bilərsiniz, amma dinçilikdən, din mədəniyyətindən və din birliyindən çıxın qırağa. İndi, ikincisi də misalı da deyir ki, bir tərəfdən də müsəlman ölkələrin, ölkə topraqlar, millətlər manda altında qalmasından, hökm altında qalmasında hala israr göstərməsi, hala o müsəlman məmləkətlər israr göstərirlər, israr elirlər ki, biz nə cür əski xaçlı bağnazlıqdan, xaçlı, yəni o və əlavə ki, salırlar boyunlarına, olur o səlib deyirlər da, o səlib. Səlib deyil, onun elə adı xaçdır. Xaç bağnazlığından, yəni ona bağlı olmaqdan hənuz qurtarmadığını göstərir. Hala göstərir ki, bu istəmirlər istemar altından qurtarsınlar, Avropanın hökmündən qurtarsınlar. Bu bunu göstərir ki, bunlar hala o məsihiyyətə bağlıdırlar. Bu bağnazlığın qalxması və bizim də eşit şərtlər içində Avropa mədəniyyətə girməmiz bizim üçün bir amac olmalıdır. Deyir ki, bu bağnazlığın, bu bağlılığın o qalxması, din bağlılığının və bizim də eşit şərtlərlə, biz türklər də eşit şərtlərlə Avropanın mədəniyyətinin içinə girməyimiz, yəni bərabər şərtlərlə bizim üçün bir amac, bir hədəfdir. Hədəf olmalıdır, yəni bir hədəf olmalıdır. Deyir ki, biz də məsələn dinin altından çıxaq, dinli ölkələrlə bağlılıqdan çıxaq və Avropanın içinə girək ki, onun mədəniyyətinin içinə girək. Qıssacası yəni suxən kutaq, farsça. Amma qıssacası yəni xülasə. Mədəni əxlaqa görə öncə millətdaşlarımızı, sonra dindaşlarımızı və nəhayətə bütün insanları sevməliyik və onlara sayğı göstərməliyik. Mədəni əxlaqın usulunda öncə, yəni yap başda millətdaşlarımızı, öz millətimizdən olan insanları, fərq eləməz, ərz elədim, Əfqanistanda olalar, Pakistanda olalar, Hindistanda olalar, Azərbaycanda olalar, İranda olalar, Türkiyədə olalar, hər yerdə olurlar olsun, fərq etməz. Sonra millətdaşlarımızı, dindaşlarımızı, sonra hər kəs ki, bizim dinimizdədir. İranlılar bu haqda çox qabağa gediblər, şiələri tuturlar, amma hər yerdə yox. Və nəhayətən bütün insanları sevməliyik. Bütün insan və sonunda, yap başda kimi sevməliyik? Öz millətimizi. Ondan sonra bizlə dinləri bir olanları, ondan sonra da bütün insanları sevməliyik. Niyə? Və onlara nə etməliyik? Və onlara sayğı göstərməliyik və onlara hörmət qoymalıyıq. Bütün bu fərdilərin həyatına, mülkiyyətinə, özgürlüyünə, onuruna təcavüz etməmək mədəni əxlaqın təklif etdiyi görevlərdəndir. Deyir ki, bütün bu fərdilərin, yəni əvvəl öz millətimizdir, vətəndaşlarımız, dildaşlarımızdır. Sonra millətdaşlarımız da beləsin. Millətdaşlarımız, sonra dindaşlarımız, sonra da bütün insanlıqlar. Deyir, bütün bu fərdilərin, yəni tək bu insanlar, bireylərin həyatına, yaşamlarına, yaşam haqqı. Bir adam ki, nənə qarnına düşdü, bir seyyacan gəldi ki, daha da bu adam oldu, onun həyat haqqıdır. Mülkiyyətinə, insanların malına, darayatına, qazancılarına, özgürlüyünə, insanın özgürlük türkcə, azadlığın və hürriyyətin türkcəsidir. Hürriyyət ərəbcə, azadlıq farsca,
üzgürlük Türkçə. Üzgürlüyə, unura. Bu çox mühümdür. O xanımın dilənləri unuruna dəydilər. Baxın dostlar, bir adam fahişi ola bilər. Erkək ya dişi. Amma onun onuru var. Ona özünün rizayəti olmadan əl vurmamaq gərəkir. Hətta fahişiyə. Öz ərizə və öz arvadısa, özünün rizayəti olmadan əl vurmamaq gərəkir. Onur, onun, mən qurur deyim, amma qururdan da biraz güclüdür. İnsaniyyətinə təcavüz etməmək. Yəni ki, həddidən geçməyəcəksən. Sən, bu paltar nədir? Paltarlar bundan ötürdü ki, yəni sən toxunmayasın. Paltar mərzidir. Bu mərzi keçənməsən. Sən deyəməsən, mən paltar üstdən əl vururam. Ya paltar altın. Mədəni əxlaqın təklif etdiyi görevlərdəndir. Deyir, mədəni əxlaqın təklif etdiyi, pişnihad verdiyi neçə dənə görev var, məsuliyyət var, vəzifə var. Onlardan neçəsini saydı? Həyat haqqı, yaşam haqqı, mülkiyyət haqqı, darayi, var haqqı, azadlıq haqqı, unur, şəxsiyyət, hörmət haqqı. Deyir, bunlar o görevlərdəndir ki, mədəni əxlaqda deyir ki, bunları qəbul etməsən, sən mədəni olanmazsan. Görünür ki, vətəni əxlaq dışından mərkəzə doğru olduğu halda, mədəni əxlaq mərkəzdən dışa doğrudur. Görünür ki, yəni nəticətən belə görünür ki, vətəni əxlaq dışından, üzrsən, mədəni əxlaq dışdan mərkəzə doğru olduğu halda. Mədəni əxlaq deyir ki, xaricdən mərkəzə gəlir. Yəni bir ayrı yerdən gəlir bizə tərəf. Biz mərkəzli yox, o qıraqdan gəlir içəriyə. Məsələn, radio, televizyon, internet, kompüter, mahvarə, maşın, təyyara, bimaristan, həkimlik, döktürlər, dava dərman, təhəzzüb, demokrasi, azadi, azadi əqidə, azadi bəyan, azadi nəşr əqaid, taza qanunlar ki yazılır, bunlar dışdan gəlir içəriyə tərəf, mərkəzə tərəf. Dışdan, yəni xaricdən gəlir mərkəzə tərəf. Pəs görünür ki, vətəni əxlaq hardandır? Dışdan gəlir içəriyə. Mədəni əxlaq nədir? O vətəni əxlaqdır. Beləsi deyək, vətəni əxlaq beləsi olur. Biz vətəni əxlaqın əslisi budur ki, vətəni və milləti qorumaqdır. Əsli görəvi budur. Xiyanət etməməkdir bu vətənə. O onun dışıdır. Oradan geçir, gəlir içəriyə, inanca tərəf. İndi deyir ki, mədəni əxlaq nədir? Mədəni əxlaq mərkəzdən dışa doğrudur. Ürəkdən başlanacaq, mərkəzdən başlanacaqdır. Gedə dışarı tərəf, mədəni. Yəni biz öz içimizdən başlayacağıq, ta gedək məsələn Avropa, Amerikaya tərəf yetişək olaraq. Beləsi. Mən bunu indi beləsi düşündüm. Yəni əvvəl dediyim səhv idi. Vətəni əxlaq sevgilərimizin vətən dairəsində yoğunlaşmasını və toparlanmasını istədiyi halda mədəni əxlaq bunlar
bunları yavaş-yavaş millət sınırlarını aşaraq, ümmət sınırlarına və ümmət sınırlarını da aşaraq, ölkələrin millətlər arası sınırlarına və bunları da aşaraq bütün insanlıq dünyasına doğru genişləməsini və yayılmasını arzu edər. Nə gözəl insanlıq. Axı türkçülük çox belə insanlıqmış. Bizə elə bunu öyrədiblər ki, 50 il, 55 il oxumuşam mən bu kitabları oxuyam. Deyir ki, vətəni əxlaq sevgilimizin vətən dairəsində yoğunlaşmasını, sevgilərimizin. Vətəni əxlaq nə deyir? İndi o bayaqşı dediği cümləni açır. Vətəni əxlaq sevgilərimizin, sevgilərimiz, yəni bizim o şeylər ki sevirik. Ya o şeylər ki içimizdə sevmək istəyirik, bunu hətta. Sevgilərimizin vətən dairəsində, vətənin içində yoğunlaşmasını, gərək vətənin içinə gələ. Sevgilərimiz gərək vətənə aid ola. Orada yoğunlaşa, yəni orada toplaşa. Yoğunlaşmağın mənası toplaşmaqdır. Məsələn, adam deyir ki, mən çox yoğunum, yəni bugün çox şuluqdur başım. Vətən dairəsində yoğunlaşması. Pəs sevgilərimizin hamısı, eşqimiz, məhəbbətimizin hamısı vətənin içində, vətən dairəsi dedi, xaradır, hər kəs ki bizim dilimizi və bizim kültürümüzdəndir, dilimiz yox. Hər kəs ki bizim kültürümüzü qəbul edir. O bizim vətənimiz hesab olur. Və toparlanması. Toplanmaq bilirik də nə mənadır? Məsələn, birdən deyirlər ki, toplanın bura. Yəni, gəlin yığışın. Toparlanması da buna dair. Yəni, eyni onun şeydir. Yəni, bunları yığmaq bir yerə. Yığcam eləmək, yığmaq, toplamaq. Toparlanması istədiyi halda. Tamam, toparlanmasını da istəmək gələkir. Mədəni əxlaq bunları yavaş-yavaş, amma bu vətən əxlaqı tamam sevgiləri vətəndə dolduracaqsın, vətənə aid. Deyir, amma mədəni əxlaq nədir? Mədəni əxlaq bunları, bu sevgiləri yavaş-yavaş millət sınırını, sınırlarını aşaraq, deyir, əvvəl millətin sınırını aşır, türk millətinin sınırını aşır, müsəlman millətinə geçər, sınırlarını aşaraq ümmət sınırlarına, müsəlmanların sınırlarına geçər və ümmət sınırlarını da aşar, müsəlmanlığı da aşar, o sevgilər hara gedər? Aşaraq ölkələrin, millətlər arası sınırlarına, dövlətlərin, torpaqların millətlər arası sınırına, mərzinə və bunları da aşaraq bütün insanlıq dünyasına doğru genişləməyə, açılmağa, çoxalmağa, yekəlmağa başlar, genişməsini və yayılmasını arzu edər. Bir türkçü bunu gərək yayılmasını da arzu edir. Bəzən bu iki əxlaq arasında ayrılıq və çatışma ortaya çıxa bilir. Bəzən vətəni əxlaqla mədəni əxlaq arasında bir çatışma da çıxa bilər. Bəzən bu iki əxlaq arasında ayrılıq, bir-birindən ayrılmaq və çatışma, bir-biri ilə ziddlik ortaya çıxa bilər. Çatışma, ixtilaf, təzad, ziddin bunların türkçəsidir. Məsələn, savaş zamanında, diqqət buyurun, savaş zamanında vətəni əxlaq son dərəcə şiddətlənə gərək. Yəni, pəs savaş zamanında vətəni əxlaq son dərəcəyə can şiddətlənəcəkdir, güclənəcək, qüvvətlənəcəkdir. Mədəni əxlaq nə olacaq? Mədəni əxlaq sönük bir hala, sönməkdən, sönük bir hala gətirir. Deyir ki, savaş mədəni əxlaqı neynər? Çünki o birisi millətlərə deyirdin, onu azaldar da, onu söndürər. Sönük halə gətirir, yəni onu söndürər. Uzun barış dönəmləri də, indi barış var, sülh var. Ələn, məsələn, deyək ki, bir neçə ildir, 1945-də bir sülh var. İran-la İraq savaşında bir 10-15 ildir bir sülh var, 20 ildir bir sülh var. Barış dönəmlərində, sülh dönəmdə, barış sülh deməkdir, dönəmdə dövrə, çağ. Yalnız mədəni əxlaq gücləndirərək
vətəni əxlaq zəiflər. Deyir ki, barış dövründə də mədəni əxlaq, millətlər arası olan ilişkilərimiz, əxlaqımız gücləndirərək, onlar gücləndirərik onları, vətəni əxlaq zəiflər. Çünki vətəni əxlaq yayırıq, daha o savaş yoxdur. Savaşın bir çox maddi və mənəvi yıxıntılarına qarşılıq sosial bir yararı da olduğunu irəli sürənlər özəlliklə bu nöqtəyə dayanırlar. Deyir ki, bir də insanlar gəlirlər savaşı müdafiə edirlər, deyir savaş yaxçıdır. Niyə? Deyir, savaşı bir çox maddi və mənəvi yıxıntılarına qarşılıq. Savaşın bir çox həm maddi yəni insanlar ölür, evlər dağılır, fabrikalar aradan gedir, çoxlu şeylər də savaşda partlar aradan gedir. Və mənəvi yıxıntılar və bir iddə çoxlu insanlıq aradan gedir əslində. Mənəvi deyəndə bu, insanlıq, insan sevgisi aradan gedir. Savaşda bu halət var. Deyir, buna qarşı, amma deyir ki, bundan belə ki, bunu yıxır, buna qarşı, bunun müqabilində, bunun üzbəyüzündə, bunun ziddinə bir insanlar nə deyir? Sosial bir yararı da olduğunu, buna qarşı, yəni bundan belə ki, bilirik, deyir, çox yıxıntısı var. Yıxıntı da bilirik, təxrib, farsça, ərəbcə, farsça deyil. Təxribatı var deyir. Deyir, sosial bir yararı da olduğunu irəli sürənlər. Deyir, bir iddə adamlar var ki, bu savaşın sosial, ictimai, toplumsal bir yararı, mənfəəti var olduğunu, mənfəəti olduğunu irəli sürənlər var, iddia eləyənlər var. İrəli sürənlər, yəni iddia eləyənlər. İrəli sürənlər var, özəlliklə bu nöqteyi nəzərdəndir. Nəzərə alınır. Hangi nəzərə alınır? Deyir ki, savaş zamanı milli, vətəni əxlaq çox güclənir. Vətəni çox sevərsiniz. Vətənlə milləti çox sevərsiniz. Tamam gözəllikləri vətənizə istərsiniz və bu gözəllikləri qorumaq üçün savaşa girərsiniz. Görünür ki, yəni nəticə, milli dayanışmanı qüvvətləndirmək üçün vətəni əxlaqa, mədəni əxlaqdan daha fazla öncəlik vermək və insani dəyərin, mədəni əxlaqın dairələrində mərkəzdən çevrəyə doğru getdikcə əskildiyini, çevrədən mərkəzə doğru gəldikcə artdığını ilk olaraq qəbul etmək lazımdır. Cümlə uzun, biraz da qarışıq, amma çalışım ki, bunu sadələşdirim. Görünür ki, yəni nəticə budur ki, milli dayanışma, milli müqavimət, bir millətin müqavimətin qüvvətləndirmək üçün, yəni gücləndirmək üçün vətəni əxlaqa, mədəni əxlaqdan daha fazla, vətəni əxlaqa daha çox önəm verməlidir mədəni əxlaqdan. Mədəni əxlaqdan çox əxlaqa, vətəni əxlaqa önəm verməlidir. Öncəlik vermək, yəni önəm, öncəlik yəni bunu öncə gələr, əvvəldə gələr, başda gələr. Və insani dəyərin, insani dəyərlərin, yəni insani ərzişlərin, dəyər, ərziş. Filan şeyin ərzişi nədir? Deyirik, dəyəri nədir? Hətta qiymət yerinədir, yəni filan şeyin dəyəri. Bunun dəyəri nədir? Yəni qiyməti nədir? Və insani dəyərin mərkəzdən çevrəyə, burada bir parantez arası yazıb ki, mədəni əxlaqın dairələrində, mədəni əxlaq dairələrində, yəni o mühit, o bağlı bir şeydə, insani dəyərin mədəni əxlaq çərçivəsində mərkəzdən çevrəyə, insani dəyərlərdə mərkəzdən çevrəyə tərəf doğru getdikcə o tərəfə hərəkət doğru, yəni çevrəyə tərəf, qırağa tərəf. Çevrə yəni qıraq, ətraf. Çevrəyə tərəf doğru, o cəhət, doğru cəhət. O cəhətdə getdikcə, yəni o çoxaldıqca əskildiyini, insani dəyərin əskildiyini görürük. Çevrədən mərkəzə, qıraqdan mərkəzə gəldikcə vətənimizin qırağından içəriyə tərəf gəlirik. Mərkəzə doğru gəldikcə, mərkəzə tərəf gəldikcə artdığını, insani dəyərinin artdığını görürük. Bəs deyir, nə qədər
məmləkətimizin içindən qırağa tərəf getdikcə, diqqət buyurun, bu dəqiqən çox gözəl teoridir. Mən bu indi bu misalı gələcəkmə. Baxın, farsları nəzərdə alın. Mərkəz farslardır. Çevrə kimdir? Azərbaycanlılar, türkmənlər, qəşqailər, lorlar, ciyləşlər, mazənilər, ərəblər, bəluçlar, bunlar. Kürdlər. Bunlar çevrədirlər. Nə qədər buradan qırağa gəldikcə şiddətlənir, bu əxlaqdır. Vətəni əxlaqdır. Hər nə qədər eşikdən içəriyə gəldikcə bu vətəni əxlaqdır. O mədəni əxlaq, bu vətəni əxlaq. İndi baxın görün, farslar bizə nə cür davranırlar? Onlar bizi vətəni əxlaqda bizi düşmən görürlər. Biz onların əslində vətənləri, onların Farsistandır. Oradan eşiyə çevrədir. Diqqət buyurun, bu misalı beləsi düşünməliyik. Çevrədən mərkəz doğru gəldikcə artdığını, sevgi çoxar. Farslara tərəf getdi. Qıraqdan, türklərdən getdikcə farslara tərəf sevgi çoxalır özlərinə. Amma aşağıdan nifrət, çünki çevrədə nifrətdir da eşiyə. Nifrət türklərə görə, ərəblərə görə, bəluçlara görə nifrət. Çünki bu vətəni əxlaqdır, düşmən fərz edir. İlk olaraq qəbul etmək lazımdır. Bunu bir əsl olaraq, ilk olaraq, yəni əsl olaraq qəbul etməliyik ki, beləsidir. Pəs, nədir? İnsani dəyər. Dışarıdan içəriyə güclənər. Yox, azalar üzr istəyirəm. Nəzər oldu? İnsani dəyər mədəni əxlaq dairələrində. Mədəni əxlaqda deyir. Mədəni əxlaqın dairəsində. Mərkəzdən çevrəyə getdikcə azalar, insani dəyər. Mərkəzdən çevrəyə getdikcə azalar. Çevrədən içəriyə gəldikcə vətəni əxlaq. Çevrədən mərkəzə doğru gəldikcə də artdığını görərik. Yəni bunların özünə tərəfdə görürük ki, bu çoxalır. Sevgi. Yəni, yuxarıda söylədiyimiz kimi dəyərin birinci dərəcəsində millətdaşlarımızı, ikinci dərəcəsində ümmətdaşlarımızı, üçüncü dərəcəsində mədəniyyət daşlarımızı, dördüncü dərəcəsində bütün insanları görməmiz, yəni görməkimiz gərəkir və onları bu dərəcələrinə görə sevməmiz lazımdır, sevməkimiz lazımdır. Bəs deyir ki, yuxarıda söylədiyimiz kimi, üstə yazdığımız kimi, oxuduğumuz kimi, dəyərin birinci dərəcəsində insan dəyərlərin, birinci dərəcəsində öz millətdaşlarımızadır, ikinci dərəcəsində dindaşlarımıza, ümmətdaşlarımızadır, üçüncü dərəcəsində mədəniyyətdaşlarımızadır, dördüncü dərəcəsində bütün insanlaradır. Görməmiz gərəkir, yəni görməyimiz vacibdir və onları bu dərəcələrinə görə sevməyimiz də lazımdır, yəni vacibdir. Əziz dostlar, 61-ci səhviyyə yetişdik. Burada mən bitirim və çox-çox sevindim ki, bu günləri, bundan belə ki, yağışdı və musiqini daşımışdıq, burada oxurdu. Mən doğrusunu desək, bu cürsə düşünməmişdim. Mən buna beynəlmiləl dərslərdə və beynəlmiləl camiəşünaslıqda deyirlər ki, mərkəz və piramid. Çox gözəl, bunu elə türkcəsi mən bilmirdim. Çevrə ilə mərkəz. Bunu əgər şəhərin içində də diqqət eləsəz, şəhərin bir nöqtəsi var, Pullular məhəlləsidir. Qalanı çevrə deyirik, yəni haşiyə. Hər nə qədər mərkəzdən haşiyə tərəf gedirik, hər şey azalır. Amma o zaman ki, indi istəyirik savaş gəlsin, o haşiyədəkiləri göndərir o savaşa. Bu teorinin üstündə biraz fikirləşməliyik bizim. Mən bunu türkcəsini bilmirdim. Çox gözəl deyir və çox gözəl anlatır. Mən bunun üstündə bir neçə saat düşünməliyəm.
Sağ olun dostlar. Sizin hamınıza can sağlığı arzulayıram. Sağ qalın, səlamət qalın. Görüşmək üzrə.